cavab verirsən ha. Qardaş düz demədin. Onu deyirsən ki, sən denən. O da cavab, təzən o cavabı verir. Görürsən eyni cavabı verdi də. Deyirsən bəs nəyə düz demədim? Eyni şey demişik də. Dünən 2 dəfə oldu Abdurrahim Muradlı ilə. Üstündən keçdi bu. Deyirəm ki, nəyə düz deyirsən? Sən mən dediyimi dedin də təzən. Deyir ki, düz deməd. Düz demədin sözünü deyir ki, insanların beyninə yer etsin. Başsan. O yolları da qəşəng bilirik biz. İndi məsələ nədir? Bax sizə oxuyuram. Harda keçir deyəcəm sizə. Maidə 55-in məsələsi. Əmmar ibn Yasirdən rəvayət olunur ki, bir dilənçi gəlib, əlinin yanında durur. O namazda ruku alında idi. Həzrət Əli dilənçiyə işarə etdi və üzüyü çıxartdı. Sonra Əli Peyğəmbərə bu barədə danışdı. Bu zaman bu ayə nazil oldu. Sizin hamınız ancaq Allah, onun Peyğəmbər və iman gətirənlər o kəslər ki, Allaha namaz qılır və ruku olduqları halda, rukuda olduqları halda zəkat verirlər. Allahın Rəsulü bu ayəni oxudu və dedi, mən hər kimin vəlisiyəmsə, Əli də onun vəlisidir. Rəbbim onunla dost olana dost, düşmən onunla düşmən ol. Bu hədis çox yerli keçir. 3 yerdə səhihdir. Üçünü də atmışam Alparslan, araşdırır elə. Deyirdi, yoxdur. Kimdən söyləyəni deyirdi, kimsə məni çaşdırıb. Çaşdırıb da onu kimsə, kimdən söyləyəni özü bilmirəm. Ümumiyyətlə, bu hədis haraları keçir, onu deyirəm sizə. Təbəranidə Əl-Mücməl Əfsadda 7-ci cild 129-130-da hədis 6228. Yenə Təbəraninin Əl-Mücməl Kəbirdə 4-cü cild 174-də hədis 40053, 5-ci cild 195-də, 5068, 5069-da. Sonra 5-ci cild 203-204 səhifələrdə hədis 5092 və 5097. Sonra Təbəraninin Əl-Mücməl Sağirində 1-ci cild 65-də, Əhməd ibn Həmbəlin Müsnədində 1-ci cild 119-da, 4-cü cild 372-də, Hakim Əl-Müstətrəkində 3-cü cild 119-da, hədis 4576, 3-cü cild 371-də, hədis 5594. Diyə Məqdisidə Əl-Əhədüs Muxtarədə 2-ci cild 106-da, hədis 480, 2-ci cild 174-də, hədis 553, Heysəmidə keçir sonra, Məcmuə Zəbaiddə 7-ci cild 17-də, Məcmuəd-Düz Zamanda səhifə 544-də, hədis 2205-də. Sonra İbn Əsirdə keçir. Əsədül Qabə fil Mərifətüs Səhabədə 2-ci cild 362-də, 3-cü cild 487-də, Əl-Hindinin Kənzül Ümmalında keçir. 11-ci cild 332-333, hədis 31662, sonra 13-cü cildinin 104-cü səhifəsində hədis 36340-da, 13-cü cild 169-cu səhifədə hədis 36511-də. Bir də keçir Xətib Əl-Bəğdadidə, Tarixi Bəğdadidə 7-ci cild 377-də. Deməli, Əl-Hindidə Kənzül Ümmalında kitabında 11-ci cild 609-da hədis 32950-də yazır ki, Təbərani bu hədisi Əbu Hureyrə və digər 12 səhabədən, Əhməd ibn Həmbəl isə Əbu Əyyib Əl-Ənsaridən və o cümlədən çox sayda digər səhabələrdən nəql etmişdir. Hakim Əl-Müstədrəkində Əli və Təlhədən rəvayət edir. İmam Əhməd Təbərani bu hədisi Əli, Zeyd ibn Ərqəm və digər 30 səhabədən rəvayət edirlər. Əbu Nueym Fədalü Səhabədə Səddən, Xatib Əl-Bağdad isə Ənəsdən nəql edib. İndi keçirik İbn Kəsirin gətirdiyi məsələyə. İbn Kəsir 3 dənə istinadla gətirir, 3 hədisi, 3 yerlə. Mətnin birincisi belədir. İbn Mərdəvey ravilərdir bunlar. Süfyan ibn Sövri, sonra da Tarix Sünən, o da Dahaq ibn Müzahimdən İbn Abbas qali ilə gələn rəvayətdə deyir ki, Həzrət Əli ruku alında olarkən üzüyünü dilənçiyə verdi. Sonra Maidə 55-də, yəni hədisin ayəsi nazil oldu. Sonra İbn Kəsir görün nə yazır? Yazır ki, hədisin ravilərindən olan Dahaq Abdullah ibn Abbasla qarşılaşmamışdır. Buna görə zəif deyir. Deyir, hədisin ravilərindən olan Dahaq Abdullah ibn Abbasla qarşılaşmamışdır. İndi 21-ci əsrdəyik, kitablar hamısı əlimizdədir.
Burada görürük ki İbn Kəsir xəta eləyib, böyük xəta, böyük səhv eləyib. Çünki bunu rical elmi ilə məşğul olan, hədis elmini bilən, bunları tanıyan, tabiini, sahabəni tanıyan bilir ki, daha Abdullah ibn Abbas'ın görüşüb. İndi deyəcəm sizə. Çünki heç bir yeri problem yoxdur burada. İndi baxın. Buxari özünün Tarixi Əl-Kəbir kitabında cild 4, səhifə 332-də, Dahhakın Hicri 102-də, yaxud 105-ci ildə 80 yaşında öldüyünü yazır. Həmin kitabda, yenə Buxari, cild 5-də, səhifə 3-də İbn Abbas'ın Hicri 70 yaxud 68-ci ildə dünyasını dəyişdiyini yazır. Bu deməkdir, təxminən Hicri 22 yaxud 25-ci ildə dünyaya gələn Dahhak ilə İbn Abbas'ın minimum 43 il müasir olub. Yəni 43 il bir yerdə yaşayıblar. İndi lap cüzsün deyirəm sizə. Sələfin 20-ci əsr hədis şünaslarından sayılar da Şeyx Əhməd Şakiri. Müsnəd Əhmədin təliqində Dahhakın İbn Abbas'tan olan rəvayətlərini səhih olaraq qeyd etmişdir. Nə deyirsiniz buna? Bax, Şakir Müsnədin Əhmədindən təliqində həmin o Dahhakın İbn Abbas'tan olan rəvayətlərini səhih olaraq qeyd etmişdir. Nətər şimdi bu səhih gətirir? İndi göstər, o hədisləri deyirəm sizə, həmin yerləri. Müsnəddə, həmin o Şakirin təliqindəki müsnəddə 3-cü cild 39-da, hədis 2262-də, 3-cü cild 227-də, hədis 2754, 3-cü cild 394-də, hədis 3268 dedi. Əbu Nə'məl Fədl ibn Dukeyn'dən, o da Musa ibn Qeys əl-Hədrəmidən, o da Sələmə ibn Kuheyl'dən başladı hədis. Əli rukuda ikən üzüyünü sədəqə olaraq verdi. Bunun üçün də sizin hamınız ancaq Allah, onun peyğəmbər və iman gətirənlərdir. O kəslər ki, Allaha namaz qılır və rukuda olduqları halda zəkat verirlər. Ayəsi nazil oldu. İkinci isnad da budur İbn Kəsirin. İbn Kəsir bu hədisi Təfsir İbn Əbi Xatəmdən gətirir. Cild 4, səhifə 1162-dən gətirir və onun barəsində heç nə demir. Heç nə demir. Bunlar yapışıblar ki, onun barəsində da deyir. Demir. İkinci hədis haqqında, ikinci məsələ haqqında heç nə demir. Amma sonradan çıxanlar, sonradan gələnlər, bunu da zəif çıxartmaq lazımdır, fikirləşiblər. Nətər eləyək? Deyiblər ki, Sələmə ibn Kuheylin sahabələrlə görüşməsinin